Salam, sizinlə mənəm Murad. Mən isə Leyla. Zehinpod təqdimatında hazırlanan bu müzakirəmizə xoş gəlmisiniz. Bəli, bugün biz Abraham Maslovun İnsan Olmanın Psixologiyası kitabından bəzi əsas məqamlara toxunacağıq. Məqsədimiz Maslovun insan təbiəti potensialı haqqında, yəni ən vacib fikirlərini sizə çatdırmaqdır. Çünki onun yanaşması həqiqətən də çox fərqlidir. Elədir. Gəlin elə təməldən başlayaq. Maslova görə insan təbiəti nədir əslində? Yəni, biz doğuşdan yaxşıyıq, pisik, yoxsa... Hə, bu elə bütün konsepsiyanın, necə deyim, özəlidir. Maslovun ən diqqət çəkici fikirlərindən biri odur ki, insanın ən dərin, daxili təbiəti pis deyil. Pis deyil. Bəli, pis deyil. Ya neytraldır, ya da hətta müsbətdir. Bizim gördüyümüz o dağıdıcılıq, aqressiya kimi mənfi şeylər var ha. Hə. Bunlar insanın əsl təbiəti sayılmır. Bunlar daha çox bizim təməl ehtiyaclarımız, məsələn, təhlükəsizlik, sevgi, hörmət. Bunlar qarşılanmayanda ya da potensialımız əngəllənəndə ortaya çıxan reaksiyalardır. Bir növ fəryad kimi. Deməli, problem insanın özündə yox, şəraitdə, ehtiyacların ödənilməməsindədir. Məhz. Maslov elə düşünürdü ki, biz çox vaxt həm özümüzün, həm də başqalarının potensialını kiçildirik, görməzdən gəlirik. Bu həqiqətən çox fərqli bir baxışdır. Yaxşı, bəs bu ehtiyaclar hansılardır? Maslov onları necə qruplaşdırır? O, ehtiyacları iki böyük qrupa ayırır. Bu, motivasiyanı başa düşmək üçün çox vacibdir. Birincisi, əskili ehtiyacları, yəni İ ehtiyaclar. İ ehtiyaclar. Bəli, bunlar bizim bildiyimiz təməl ehtiyaclardır. Yemək, su, təhlükəsizlik, aid olmaq, sevilmək, hörmət görmək. Hə, aydındır. Bunlara əskiklik deyilir. Çünki bunlar olmayanda biz bir boşluq, bir çatışmazlıq hiss edirik və bütün enerjimiz bu boşluğu doldurmağa yönəlir. Və bir də vacib məqam, bunları ödəmək üçün çox vaxt başqalarından asılı oluruq. Başqalarından asıllıq. Bəli, məsələn, sevgi ehtiyacı. Maslov deyirdi ki, sevgi ehtiyacı bədənimizin C vitamininə olan ehtiyacı qədər fundamental bir psixoloji ehtiyacdır. Sevgisizlik də bir növ psixoloji xəstəlik yaradır. Sevgini C vitamini ilə müqayisə etmək. Bu, doğrudan da düşündürücüdür. Yaxşı, bəs bu əskikliklər dolduqdan sonra nə olur? Motivasiya dayanır? Əsla. Əksinə, Maslova görə insanın əsl potensialı məhz bundan sonra, necə deyim, üzə çıxmağa başlayır. İkinci qrup ehtiyaclar, inkişaf ehtiyacları və ya V ehtiyaclar aktivləşir. V ehtiyaclar, yəni varlıq mı? Bəli, varlıq, böyümə ehtiyacları. Bunlar artıq bir əskikliyi doldurmaq üçün deyil. Bunlar böyümək, özünü ifadə etmək, potensialını tam reallaşdırmaq, daha bütöv bir insan olmaq üçündür. Özünü gerçəkləşdirmək üçün. Özünü gerçəkləşdirmək, bu sözü çox eşidirik, amma bəlkə də tam mənasını dərk etmirik. Maslov bu səviyyəyə çatan insanları təsvir edibmi? Onlar necə adamlardır? Nəylə fərqlənirlər? Bəli, təsvir edib. O, belə insanları araşdırıb və bəzi ortaq xüsusiyyətlər tapıb. Məsələn, reallığı daha obyektiv qavrayırlar. Yəni, öz qorxu və istəklərinin təsirindən daha azaddılar. Maraqlıdır. Özünü, başqalarını, təbiəti olduğu kimi qəbul edirlər, qüsurlarıyla birgə. Daha təbii, spontandılar. Belə deyim, sosial maskalara daha az ehtiyac duyurlar. Yəni, olduqları kimidirlər. Belədir. Problem mərkəzlidirlər, yəni öz egolarından çox həll olunmalı məsələlərə fokuslanırlar. Və bəlkə də ən vacibi, mədəniyyətdən, başqalarının fikirlərindən müəyyən mənada müstəqildilər. Öz daxili dəyərlərinə daha çox əsaslanırlar. Bu xüsusiyyətlər bir növ ideal insan portreti kimi səslənir. Bəs bu insanların dünyanı qavrayışında fərq varmı? Məsələn, zirvə təcrübələri deyə bir şey var. O nədir? Tamamilə doğru. Onların qavrayışı fərqlidir. Maslov buna varlıq bilişi deyir, yəni V bilişi. Gəlin bunu bizim gündəlik qavrayışımızla əskiklik bilişi, E bilişi ilə müqayisə edək. Aha. Biz adətən dünyaya E bilişi ilə baxırıq. Yəni əşyaları, insanları öz ehtiyaclarımıza görə qiymətləndiririk. Bu mənə nə verəcək? Bu təhlükəlidir, bunu necə istifadə edim? Hər şeyə bir vasitə kimi baxırıq. Praktik yanaşma. Bəli, amma V bilişi tamam başqadır. Bu, bir obyektə, bir insana, bir hadisəyə heç bir məqsəd güdmədən, mühakimə etmədən, sadəcə onun varlığına heyranlıqla baxmaqdır.
elə bil onu ilk dəfə görürsən, bütün unikallığıyla. Maslow buna seçimsiz fərqindəlik də deyir. Seçimsiz fərqindəlik, gözəl səslənir. Bəs zirvə təcrübələri? Hə, zirvə təcrübələri məhz bu vabilişinin çox intensiv yaşandığı anlarda. Məsələn, dərin sevgi hissi, təbiətlə tam bir vəhdət anı, yaradıcılıq coşqusu, qəfil bir aydınlanma. Bu anlarda insan özünü daha bütöv, daha canlı, kainatla bağlı hiss edir. Başa düşdüm. Bəs Maslow deyir ki, bu insanlar ikilikləri, ziddiyyətləri də aşırlar. Bu necə olur? Məsələn, egoistlik və fədakarlıq kimi. Bunlar axı bir-birinə əks anlayışlardır. Çox vacib məqamdır. Biz adətən dünyanı qütblər şəklində düşünürük. Ya ağıl, ya duyğu, ya egoistlik, ya fədakarlıq, ya ciddi, ya əyləncəli. Sanki biri varsa, o biri ola bilməz. Hə, elədir. Amma Maslow deyir ki, psixoloji cəhətdən sağlam, özünü gerçəkləşdirilmiş insan bu saxta ikilikləri aşır. O başa düşür ki, insan eyni anda həm çox məntiqli, həm də çox duyğusal ola bilər. Həm öz ehtiyaclarını düşünən bu sağlam egoizmdir, həm də başqalarına dərin şəfqət göstərən fədakarlıq. Yəni, həm bu, həm də o prinsipi. Bəli, məsələ ya bu, ya o deyil. Həm bu, həm də onu üzündə birləşdirməkdir. Parçalanmışlıqdan bütövlüyə doğru getməkdir bu. Həm uşaq kimi təbii, həm də yetkin kimi məsuliyyətli olmaq kimi. Ancaq bu bütövlüyə çatmaq, belə inkişaf etmək yəqin heç də asan deyil. Əgər potensial hamımızda varsa, niyə çox az adam bu səviyyəyə çatır? Nə mane olur? Maslow da bunun çətin olduğunu deyirdi. Baxın, hər birimizin içində iki güclü qüvvə var. Daim mübarizə aparır. Biri bizi təhlükəsizliyə, bildiyimizə rahatlığa çəkir, keçmişə, qorunmağa yönəldir. Hə, o rahatlıq zonası deyilən şey. Məhz. Digər qüvvə isə bizi bölünməyə, yeniliyə, riskə, potensialımızı reallaşdırmağa itələyir. Gələcəyə, inkişafa doğru. Həyatımız da bu iki qüvvə arasında seçimlərdən ibarətdir. Və böyümək çox vaxt narahatlıq yaradır. Bəli, böyümək çox vaxt narahatlıq, qorxu, hətta ağrı deməkdir. Rahatlıq zonasından çıxmaq cəsarət tələb edir. Özünü tanımaq da bu prosesdə açardır. Amma o da asan deyil. Çünki bəzən özümüzlə bağlı xoşagəlməz həqiqətlərlə üzləşməli oluruq. Yəni, bu daxili mübarizə, qorxular əsas maneədir. Əsasən, bəli. Bu daxili mübarizə, qorxular, cəsarətsizlik çox vaxt inkişafımızın qarşısını alır. Deməli, Maslow'un əsas mesajı belədir. İçimizdəki potensialı dana bilmərik, onu qəbul etməliyik, təməl ehtiyaclarımızı ödəməyə çalışmalıyıq və sonra da daha böyük hədəfə böyüməyə, özümüzü tam ifadə etməyə cəsarət göstərməliyik. Tamamilə doğrudur və sonda sizin üçün bir düşünməyə dəyər fikir. Əgər özünü gerçəkləşdirmə, Maslow'un dediyi kimi, sizin də içinizdəki o ziddiyyət kimi görünən tərəfləri, məsələn, güclə həssaslığı ya da məntiqlə intuisiyanın, sərbəstliklə bağlılığı barışdırmaq, bir araya gətirməkdirsə. Hə. Bəs sizin şəxsi inkişafınız üçün inteqrasiya etməli olduğunuz, amma bəlkə də qaçdığınız əsas ziddiyyət nədir? Hansı iki qütbü birləşdirmək sizi daha bütöv, daha kamil hiss etdirər? Maraqlı sualdır, üzərində düşünməyə dəyər. Bu dərin təhlil xoşunuza gəldisə, Zehin Podu bəyənməyi və izləməyi unutmayın. Beləcə növbəti müzakirələrimizdən də xəbərdar ola bilərsiniz. Hələlik. Hələlik.